Yadımda da universitetdə dərs dediyim vaxtlarda bəzən 3 gündür, 5 gündür birinci kurs tələbələri universitetə gəliblər. 50 nəfərlik, 60 nəfərlik sinifdir tələbələr. Təzə gəliblər, hələ universitetin ab-havasına uyuşmayıblar, çəkinirdilər suallara cavab verməyə. Ümumi bir sual verirəm, qorxurlar əllərini qaldırıb cavab verməyə. Niyə? Birdən cavab verərəm, səhv olar, hamı mənə gülər. Bax, nə deyərlər sindromu budur. Uşaq çəkinir, tələbə çəkinir danışmağa. Birdən səhv deyərəm, müəllim məni pərt eləyər hamının qarşısında. Oturmuşam da, oturduğum yerdə, nə işim var? Və sakit durur. Bax, nə deyərlər sindromu. Təbii ki, tələbə semestr boyunca danışmasa, onun xeyli sualları içində qalacaq, qorxusundan verə bilməyəcək. Rahat olmalıydı, bu nə deyərlər sindromundan xilas olmalıydı. Təbii ki, burada müəllimin də rolu var. Onlarla işləməli, onlarla çalışmalı, onlara xeyli suallar verməlidir ki, o hasardan onları çıxartsın.